Salam, kanalıma xoş gəlmisiniz. Bu videoda yeni məlumatı sizinlə paylaşacağım. Belə ki, artıq Emanat ödəmə terminallarında rahatlıqla kart hesabına pul köçürə biləcəksiniz. Yenilik ondan ibarətdir ki, sadəcə bank kartının üzərindəki 16 rəqəmi daxil etməklə kart hesabını artıra biləcəksiniz. Əməliyyat elə də çətin deyil. Gəlin görüntüləri izləyək. Bunun üçün Emanat ödəmə terminallarına yaxınlaşırsınız. Bank xidmətləri seçilir. Daha sonra ABB seçilir. Növbəti pəncərədə fiziki şəxslərə karta mədaxil seçilir və budur. Yeni bölmə yaradılmışdır kart nömrəsi ilə. Bu hissəyə daxil olursunuz. Daha sonra yuxarı hissədə kartın üzərindəki 16 nömrəli PAN kodu daxil edirsiniz. Kart nömrəsini daxil etdikdən sonra irəli düyməsini basırsınız. Kart sahibinin şəxsi məlumatları çıxır ekrana. Daha sonra irəli düyməsi sıxılır və əskinasları daxil edirsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm izləyənlər üçün faydalı video olmuşdur. Sağ olun.